Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi bütün fənlərdən olduğu kimi coğrafiya fənnindən də 2025-ci il qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün, eyni zamanda müəllim və şagirdlər üçün abituriyent imtahanlarında faydalı olması üçün ikinci qrup üzrə coğrafiya fənni üzrə 20 dənə sınaqdan ibarət olan nəşrini çapa verib. Artıq bu nəşrdə biz 10 dənə mövzular üzrə sınaq və 10 dənə də ümumiləşdirilmiş test variantlarını qarşımızda görürük və mən bu gündən başlayaraq bayram günləri ərzində bunların hamısının ümumi izahlarını çəkib paylaşmağa çalışacağam sizlərlə. Deməli, ilk sınağımızla tanış olaq. Deməli, suallara keçid edirəm. Sınağımız belədir. Deməli, bizə birinci sınaqda yer səthinin təsviri mövzusuna aid sual nümunələri təqdim olunmuşdur. Gəlin suallara fikrə eləyək. Deməli, birinci test tapşırığı xəritənin təhlil metodlarına əsaslanan sual nömrəsidir. Sualda deyir ki, xəritənin vizual təhlili ilə kartometrik təhlilin oxşar cəhəti. Yoldaşlar, Suxur laylarının yatım formalarının təyin edilməsi əlbəttə ki, bu vizual və kartometrik təhlilə aid deyil. Bu relyef profilinin qurulmasıdır. Suxur laylarının yatım formalarının təyin olunmasıdır. Bunlar qrafik tədqiqat metodudur. Ona görə də biz A variantını atırıq. Kəmiyyət göstəriciləri məlumatların əldə edilməsi bu təbii ki, kartometrik göstəricilərə aiddir. Sadəcə, xəritələrə əsasən relyef profilinin çəkilməsi bu da qrafik metoddur. Kartografik təsvirdən məlumatların əldə edilməsi, əlbəttə ki, bu hər iki, hətta qrafik təhlil metodlarına da aid ola bilər. Yəni, birinci sualın doğru cavabı D variantıdır. Dərəcə soru və miqyasın köməyi ilə hesablamaların aparılması isə kartometrik təhlilə aiddir, yəni vizual təhlilə aid deyil. Ona görə də birinci sualımızın cavabı oldu D bəndi. Növbəti test tapşırığını keçid edirik yoldaşlar. Uyğunluğu müəyyən edin deyir ikinci test tapşırığında. Bir, topoqrafi xəritələr. Topoqrafi xəritələr daha çox əsasən biz deyəcəyik böyük miqyaslı xəritələrdir. Bunlar 1 bölünsün 10 mindən 100 minə qədər olurlar. Ona görə də böyük miqyaslı xəritələrə biz aid eləyəcəyik. A 1 bölünsün 20 min və müvafiq olaraq Y 1 bölünsün 70 min. İcmal topoqrafik xəritələr əsasən orta miqyaslı xəritələr hesab olunur. Yoldaşlar, orta miqyaslı xəritələr 1 bölü 200 min ilə 1 milyon arasında olanlardır. Bura biz uyğun gələcək təbii ki, C-ni və üçüncü biz deyəcəyik bu kiçik miqyaslı xəritələr hesab olunur. Kiçik miqyaslı xəritələrə isə əlbəttə ki, 1 bölü 1 milyondan daha kiçik olanları biz götürəcəyik. Burada uyğun gələcək B və təbii ki, C bəndləri. Ona görə də bizim düzgün cavabımız ikinci test tapşırığında olacaq. A variantı. Növbəti sual məsələ həllidir. Coğrafi koordinatlarla bağlı sadə bir məsələ nümunəsidir. Gəlin məsələmizə diqqət edək. Sualda Bakıdan 270 azimutla və 3416 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatları soruşur. İlk əvvəl biz bilməliyik ki, Bakı şəhəri yerləşir. Müvafiq olaraq 40 şimal enliyi və Qrinviç meridianının müvafiq olaraq şərq hissəsində, yəni 50 dərəcə şərq uzunluğunda. 50 şərq uzunluğu. Biz əgər bu məntəqədən müvafiq olaraq 270 azimutla gediriksə, yəni biz qərbə getmiş sayılırıq, qərb istiqamətində və gedilən məsafəni 40 dərəcəlik paraleldə, təbii ki, 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrə bərabər olduğu üçün 85,4-ə bölərək neçə dərəcə yol qət elədiyimizi tapacaq. 3416-nı müvafiq olaraq biz böləcəyik 85,4-ə. Böldüyümüz zaman təbii ki, biz cavab alacaq 40 dərəcə və müvafiq olaraq biz 40 dərəcə belə deyək, qərbə getdiyimiz üçün, Qrinviçə yaxınlaşdığımız üçün 50 şərq uzunluğundan 40 dərəcəni çıxadıq. 50-dən 40-ı çıxdıqda cavab eləyir əlbəttə ki, 10 dərəcə şərq uzunluğu. Yəni, tapdığımız koordinat hesab olunacaq 10 şərq uzunluğu. 40 şimal enliyi 10 şərq uzunluğu olan variantımız isə əlbəttə ki, 3-cü testdə Y variantında qeyd olunmuşdur. Növbəti suala nəzər yetiririk. Sual belədir. 1 bölü 5 milyon miqyaslı xəritədə, təbii ki, bu baş miqyasdır, verilən baş miqyas. Baş miqyas təbii ki, xəritənin tərifsiz hissələri üçün verilir, amma müəyyən ərazilərdə təhrif varsa, deməli, orada xüsusi miqyasa ehtiyac olur.
1/5 milyon miqyaslı xəritədə 10 şərq uzunluğu və 10 qərb uzunluğu arasındakı 60 dərəcəlik paralel. 60 dərəcəlik paraleli biz bilməliyik ki, 60 dərəcəlik paralel təbii ki, özünün müəyyən qədər uzunluğu var və 1 dərəcəlik qövsü var. Bunun səbəbi çünki yer kürə formasında olduğu üçün qütblərə doğru 1 dərəcəlik qövs biçilir və bizə belə deyək də 60 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğunu verib. Bu bərabərdir müvafiq olaraq 55,8 kilometrə. Yəni 1 dərəcə bu paraleldə 55,8 kilometrə bərabərdir. Bunu burada qeyd eləyək qalsın. Deməli, baxaq. Sualda deyir ki, 20 şərq uzunluğu və 10 qərb uzunluğu, məntəqələri qeyd eləsək 20 şərq uzunluğu və müvafiq olaraq 10 qərb uzunluğu. Yoldaşlar, biz burada görürük ki, bu məntəqələrin biri qərb, biri şərq olduğu üçün aralarında dərəcə fərqini tapmaq üçün 10 üstə gəlinsin 20. Biz tapdıq müvafiq olaraq 30 dərəcəni. Bu məsafənin reallıqda neçə kilometr olduğunu isə 1 dərəcəlik paralel qövsünə görə tapacağıq. Yəni 30-u biz müvafiq olaraq vuracaq yoldaşlar. 55 tam təbii ki 10-8-ə. Vurduğumuz zaman cavabımız görə nə edir? 30 vurulsun 55 10-8. Deməli 30 vur 55 10-8. Variantımız elədir 1000. Cavabımız 1674 kilometr və bundan sonraki prosesdə isə bizə deyir ki 1/5 milyon miqyaslı xəritədə məsafə 20 santimetrdir. Yoldaşlar, həqiqi məsafəni, yəni tapmaqdan ötəri baş miqyasa görə miqyasın kəmiyyətini vurmalıyıq xəritədəki müvafiq olaraq məsafəyə. Yəni 5 sıfırı sildikdə burada qalır əlbəttə ki 50 kilometr. 50-ni biz vuracaq 20 santimetrə. Bu da elədi yoldaşlar 1000 kilometr. Deməli, reallıqda 1674 kilometr olan məsafə baş miqyasa görə 1000 kilometr təsvir olunduğu üçün burada təhrif hesablaya bilərik. Yəni 1674-dən müvafiq olaraq biz çıxacaq 1000-i. Cavabımız eləyəcək yoldaşlar 674 kilometr. Yəni düzgün cavabımız oldu. 4-cü test tapşırığında Y variantı. 5-ci suala biz keçid edirik. Bu sualda bizə 20 dərəcəlik və 50 dərəcəlik və 20 dərəcəlik paralel çevrələrindən danışır. Bu paralel çevrə uzunluqları arasındakı fərqini hesablayın 1 kilometrlə. Sizlər bilirsiniz ki, yer kürə formasındadır və bu kürənin ən enli hissəsindən qütblərə doğru getdikcə hər bir paralel çevrənin uzunluğu azalır. Və uzunluq azaldıqda çevrələr özləri tam çevrə olduğu üçün 360 dərəcə qəbul olunur. Lakin 1 dərəcəlik qövslər fərqli olur və onlar haqqında da məlumatı mötərizədə bizə yazılır. 50 dərəcəlik paralelin 1 dərəcəlik qövsü 70,7 kilometrə bərabərdir. 20 dərəcəlik paralelin 1 dərəcəlik qövsü isə 104,6 kilometrə bərabərdir. Biz fərqi tapmaq istəyirik deyə əvvəldən bu fərqi hesablaya bilərik 1 dərəcəlik qövsə görə. 104,6-dan biz çıxacaq müvafiq olaraq 71,7-ni fərqə biz nəzər yetirsək burada qalır yoldaşlar 9, 2 və təbii ki 3, yəni 32,9 kilometr. Bir daha deyirəm 104,6 çıxılsın 71,7. Bu elədir 32,9 və 32,9 1 dərəcəlik qövs olduğu üçün biz ümumi paralel çevrəsinin uzunluğunda bu fərqi hesablasaq 32,9 vurulsun 360 dərəcə cavab eləyəcək yoldaşlar təbii ki 11844 kilometr. Düzgün cavab 5-ci test tapşırığında C variantı hesab edildi. Arkadaşlar biz bu testi başqa cür dəll eləyə bilərdik. Belə ki 50 dərəcəlik paralelin 1 dərəcəlik qövsünü biliriksə 71,7-ni 360 dərəcəyə vuraraq 50 dərəcəlik paralelin uzunluğunu tapardıq. 20 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğunu bildiyimiz üçün 104,6-nı 360-a vuraraq 20 dərəcəlik paralelin 1 dərəcəlik qövsünü tapardıq və sonra onlar arasındakı fərqi tapdıqda yenə də biz cavabı 11844 kilometr hesablamış olacağıq. Növbəti suala keçid edirik. Yoldaşlar, sual belədir. Proyeksiya növlərinə aid sual nömrəsidir 6-cı test tapşırığı. Çoxuclu proyeksiyasına aid olan doğru fikirləri müəyyən edin. Bilirsiniz ki, çoxuclu proyeksiyası əsasən yer səthinin ərazilərinin təsvirində istifadə olunur. Yer kürəsinin səthi çoxlu sayda trapesiyalara bölünmüş çoxuclu kimi qəbul edilir ifadəsi doğrudur. Əsasən qütb ətrafı mülayim enliklərdəki ərazilər xəritələri bu proyeksiya tərtib olunur. Bu konus proyeksiyasıdır. Əsasən ekvator boyu ərazilərin xəritələri bu proyeksiya tərtib olunur. Bu silindrik proyeksiyadır. Köməkçi əmdəd səth kimi silindirdən istifadə olunur. Bu adına uyğun silindrik proyeksiyadır. Əsasən topografik xəritələrin tərtibində istifadə olunur. Yəni, kiçik ərazilərin təsvirində, yəni böyük miqyasda tərtib olunur. Doğru cavab oldu yoldaşlar. 1 və 5 variantımız
Y bəndi 6-cı sualdır. Növbəti test tapşırığına gəlin birlikdə nəzər yetirək. Sualımız belədir. 7-ci test tapşırığında B və C nöqtələri arasındakı hündürlük fərqi 100 metr olarsa, doğru ifadələri müəyyən edin. Ola ki, B və C bizim gözümüzün qabağındadır ki, bunların arasında 2 dənə boşluq var. Həmin o 100 metr fərqi biz müvafiq olaraq 2-yə böldükdə cavabı tapırıq təbii ki 50 metr. Bu bizim olur kəsmə yüksəkliyimiz. Kəsmə yüksəkliyimizi tapandan sonra 50 metr olduğunu bilərək zirvədəki 970-dən vertiklər də kənara doğru olduğu üçün bu dağ relyef formasıdır. Bildiyiniz kimi və 970-dən kiçik 50-yə bölünən ilk ədədi biz tapsaq, yəni bu rəqəm müvafiq olaraq 950 növ olacaq. Yəni bura 950 metrdir. Onun altında müvafiq olaraq gələcək 900, ondan aşağıda 850, D nöqtəsi olacaq 800 metr, B və D eyni horizontaldadır deyə bunların hündürlükləri bir-birinə bərabər olacaq, yəni 800 metr olacaq və aşağı horizontal olacaq 750 metr. A-nın da hündürlüyü oldu 750. İndi biz burada nəyə baxırıq? D-də əlbəttə ki, horizontallar sıxdır deyə yamacın meyilliyi çoxdur. Əlbəttə ki, B-də horizontallar seyrək, A tərəfdə isə seyrək olduğu üçün yamacın meyilliyi az hesab olunacaq. Gəlin indi doğru ifadələrimizi müəyyən edək. Mənfi relyef forması yanlışdır. Dağın nisbi hündürlüyü 220 metrdir. Bəli, 970-dən biz müvafiq olaraq yoldaşlar, baxın diqqətlə, 970 çıxılsın 750. Əlbəttə ki, cavabımız olacaq 220 metr. Deməli, 2 doğrudur. A nöqtəsi dəniz səviyyəsi yerləşir, səhvdir, 750 metr hündürlükdədir. Kəsmi isə 100 metrdir, səhvdir, kəsmi isə 50 metrdir. BD nöqtənin mütləq hündürlükləri 800 metrdir. Bəli, B və D bir-birinə bərabərdir, 5. D nöqtəsinin yerləşdiyi yamacın meyilliyi çoxdur. Bəli, D-nin olduğu yerdə horizontallar sıxdır deyə yamacın meyilliyi çoxdur. Cavab 2, 5, 6. Variantımız B bəndi hesab olundu 7-ci sualda. 8-ci test tapşırığına gəlin birlikdə nəzər yetirək. Sual belədir. Eyni meridian üzərində yerləşən A məntəqəsi, gəlin buradan bir meridianımızı seçək. Eyni meridian üzərində olan A məntəqəsi yerləşir 44 km enliyində, 44 km enliyi. B məntəqəsi isə yerləşir 24 km enliyində, bu da 24. Sualın davamında deyir ki, A məntəqəsinin B-dən, qışlıq B-dir, B-dən A-ya doğru baxdıqda bu azimut 0 və ya 360 dərəcə ola bilər. 0 və ya 360 dərəcə azimutu tapdıq. Və sualın davamında deyir ki, bu məntəqələr arasında həqiqi məsafəni hesablayın. Meridian üzrə bilirsiniz ki, 1 dərəcəlik 411 kilometrdir. Ona görə də eyni yarımkürədə olan məntəqələr arasında əvvəlcə dərəcə fərqini tapmaq üçün 44-dən 24-ü çıxırıq. Bu elədir gözəl yoldaşlar, 20 dərəcə. 20 dərəcəmizi də biz müvafiq olaraq vuracaq 1 dərəcəlik meridian qoşusu olan 111-ə. Bu da bərabər edir 2220 kilometrə. Doğru cavabımız 8-ci test tapşırığında C variantı hesab edilir. 9-cu suala gəlin birlikdə nəzər yetirək. 9-cu sualda yenə koordinat məsələsidir. Sistem əsasının aralarında ən qısa və ən uzun məsafə olan məntəqələri müvafiq olaraq müəyyən edin. Biz bilirik ki, bizdə verilən 10 dərəcəlik paralel, gördüyünüz kimi bu 10 dərəcəlik paralelin 1 dərəcəlik ölçüsü bizə verib 109,6 kilometr. Eyni zamanda bizə burada ekvatorda məsafəni biz istəsək və meridian üzrə məsafəni istəsək, ekvator və meridian üzrə bu rəqəm bildiyiniz kimi 111 kilometrə bərabərdir. Və 20 dərəcəlik paraleldə də məsafəni bizə verib əlbəttə ki 104,6 kilometr. Gördüyünüz kimi meridianlara baxdıqda tarix dəyişimi meridianı 180-ci meridian ortadadır. O zaman məntəqələrdən A və Y şərq yarımkürəsindədirlər və burada gördüyümüz B və D qərb yarımkürəsindədirlər. Mən biraz geniş izah edəcəm bu sualı. Diqqət edilməli məqamlar var. Yoldaşlar, birincisi biz burada AB arası məsafəni gəlin hesablayaq. AB arası məsafəni hesablamaqdan ötəri A gördüyünüz kimi 160, B gördüyünüz kimi 170-dədir. 160-dan 180-ə qədər 20, 180-dan 170-ə qədər də 10 dərəcə var. Yəni AB arası ümumilikdə 30 dərəcədir. Və 30 dərəcəni biz vuracaq əlbəttə ki 109,6-ya. 30-u biz 109,6-ya vuranda görək nə edir yoldaşlar. 30 vurulsun 109,6. Bu elədir yoldaşlar 3000, deməli 200 kilometr. Sonra biz burada istəsək B arasını tapa bilərik. C ilə B arasında gördüyünüz kimi 10 dərəcə fərq var. Belə deyək, C-B arası. C-B arası məsafəni tapmaq üçün C-B arasında 10 dərəcə fərq olduğu üçün vuracaq onu da yenə 109,6-ya. Bu da eləyəcək yoldaşlar, təbii ki, müvafiq olaraq 1096 kilometr. Bunu da tapdıq. Bunlardan sonra biz istəsək burada BD arası məsafəni də taparıq. 10 şimal və ekvator arada 10 dərəcə var.
Deməli, BD arası məsafəni tapmaqdan ötəri yenə 10 dərəcəni meridian üzrə vuracaq təbii ki 111-ə. Bu da eləyəcək 1110 kilometr. Və qaldı sonuncu Y və F arası paralellər arası məsafəyə baxdıqda Y 160 şərqdə və 180-ə qədər arada 20 dərəcə var. İsə 160 şərqdədir və arada 20 dərəcə var. 20-20 cəmi elədi 40 dərəcə. Y, F arası məsafəni də tapanda müvafiq olaraq biz həmən o 40 dərəcəni vuracaq 104,6-ya. 104,6-ya da vuranda təbii ki, gəlin baxaq. Deməli, 40 vurulsun 104,6. Cavab elədi 4184 kilometr. İndi halda soruşurdu ki, bizə ən qısa məsafə bizim gördüyümüz ən qısa məsafə C və B arasıdır. Yəni 1096. Ən uzun məsafə isə gördüyünüz kimi Y və F arasıdır. Yəni 4184. Doğru cavabımız 9-cu test tapşırığında C variantı hesab olunar. Uşaqların bəziləri çaşa bilər ki, müəllim, niyə görə bəs 1 dərəcəlik qövsü uzun olan 10 dərəcəlik paralel üzərindəki AB daha uzun olmadı? Çünki AB arasında gördüyünüz kimi 30 dərəcə fərq yaranmışdı. Əgər AB arasındakı fərq də YF arasındakı fərq kimi 40 dərəcə olsaydı, o zaman ən uzun məsafə AB arasında olardı. Buna diqqət etmək lazım idi. Çünki bu testdə bizim bütün paralellərimizin 1 dərəcə qövsləri verilmiş. Düzgün cavabımız oldu 9-da F variantı. Növbəti nəzər yetiririk. 10-cu sual. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Plan xəritə verib bizə. Yoldaşlar, sizlər bilirsiniz ki, hər hansı bir məntəqənin coğrafi koordinatlarını müəyyən etmək mümkündür deyirsə, coğrafi koordinatlar əlbəttə ki, müəyyən olunur paralel və meridianlara görə. Bu da aparılır təbii ki, biz deyəcəyik xəritələrdə. Çünki planda paralel meridian yoxdur. Müxtəlif təyinatlı infrastruktur obyektləri təsvir edilir. Obyektlər sırf təsvir olunursa infrastruktur obyektləri, bunlar çox dəqiqlik tələb elədiyi üçün planda verilir və xırda obyektlərdir deyə. Bu məntəqə arasında məsafənin ölçülməsi mümkündür. Bu fikir bildiyiniz kimi ortaq cəhətdir. Çünki hər ikisində miqyas və şərt işarə var. Daha dəqiq təsvir hesab olunur. Plan təbii ki, daha kiçik ərazilər olduğu üçün. Müxtəlif coğrafi hadisə və prosesləri təsvir etmək mümkündür. Əlbəttə ki, bu xəritələrdədir. Və sonuncu, tərtib olunmasında miqyas və şərt işarələrindən istifadə olunur. Bu da ortaq cəhətdir. Doğru variant 2, 4, 1, 5 və 3, 6. Cavab bəndə hesab olundu 10-cu sualda. Növbəti suala yoldaşlar keçid edirik. Sualımız belədir. Xəritə əsasən doğru bəndi müəyyən edin deyir 11-ci test tapşırığında. Bizə gördüyünüz kimi qitələr verilib. 1 Avstraliya, 2 Afrika, 3 İslandiya qitəsi, 5 Amerika qitəsi və 4 Antarktida. Ən son kəşf olunmuş qitə təbii ki, bildiyiniz kimi Antarktidadır. Christopher Columbus səyahəti zamanı bu ərazidən keçmişdir. Christopher Columbus bilirsiniz ki, gəlmişdi Westin ölkələrinə və geri qayıtmışdı. Bu ola bilməz. Ən böyük qitə bildiyiniz kimi Asiyada da bizə Asiya verilməyib. Alexander Humboldtun tədqiq etdiyi ərazilərdən biri də təbii ki, Cənubi Amerikada Ant dağları üzrə şaqili uzananlıqdır. Bu olasaq təbii ki, 5-ə müvafiq olaraq D, 5-ə D oldu. Yoldaşlar və son olaraq Vasco da Gama səyahət zamanı buradan keçmişdi. Vasco da Gama bildiyiniz kimi Afrikanın cənubundan olaraq keçmişdi. Ona görə də burada düzgün cavab oldu. 4-ə A, 5-ə D variant 11-ci test tapşırığında A bəndir. Növbəti suala biz nəzər yetiririk. 12-ci test tapşırığı yoldaşlar. 12-ci sualda vəziyyət belədir ki, bizə diaqramlar verib. Dairəvi diaqramlarda bildiyiniz kimi ölkə sənayesinin il ərzində istehsal olunan ərzaq məhsulları arasındakı şəkərin payı, ərzaq məhsullarının təbii ki, dairəvi diaqram tərkibində paylarını rahat şəkildə müqayisə etmək olar. Bütünlü diaqramda olacaq yoldaşlar, ölkənin müxtəlif şəhərlərində yıxan zavodların sayı, şəhər və zavodların hər ikisinin müqayisəsi üçün. Xətti diaqramda isə son 10 ildə müxtəlif dənli bitkilərin məhsul yığımının dinamikasını, yəni inkişaf, artım və azalmasını müşahidə etmək olar. Doğru cavab, baxın, dairəvi diaqram bu formada pay nisbətlərinə bölünür, bildiyiniz kimi. Bütünlü diaqramlar, baxın, bu formada müqayisəli xarakterlə aparılır, azlıq və çoxluğa görə. Və xətti diaqramlar bildiyiniz kimi müxtəlif nöqtələr qoyulur və onların dəyişmə formasını göstərir. Düzgün cavabımız oldu verilənlərdən 12-də A bəndi. 13-cü suala. 13-cü sual belədir. Müvafiq olaraq qütb ucunun Bakıya nisbətən böyük bucaqla və kiçik bucaqla göründüyü şəhərlərin müəyyən edin. Qütb ucu bilirsiniz ki, ekvator xəttindən şimalda görsənir və görsəndiyi enliyin dərəcəsi ilə görünür. Bu da o deməkdir ki, ekvatorun qütbə doğru bucaq artır.
Ekvatora yaxınlaşdıqca buzaq azalır, qütb uldusunun görünmə buzağından söhbət. Amma biz böyük buzaqla Bakıdan şimalda olan məntəqələri seçməliyik. Bakıdan şimalda olan məntəqələr Norveçin paytaxtı Oslo 2 və Tatarastanın paytaxt şəhəri Kazan şəhəri üçün olacaq. 3. New Bakı ilə eyni olmuşları və yoldaşlar daha dediyimiz üçün daha kiçik olanları da biz yazdık. İkinci sıraya verilənlərdən 5 və 6 da deyə bilərik. Əsas Santiago. Burada Manila və Qahirə 5-6 ola bilər. Hətta Santiago da ola bilərdir. Burada sadəcə olaraq bizə uyğun gələn variantımız təbii ki, onun üstə bir bəndə hesab edəcək. Biz bu sıraya əlavə Santiago-dan əlavə edə bilərik. Növbəti test tapşırığı, bir də Santiago niyə olmaz üzr istəyirəm. Bildiyiniz kimi Qərib yarımkürəsində qütb uldusu görsənmir. Ona görə də 4-cü xüsusiyyət ümumiyyətlə fikir hesab ediləcək. Qütb uldusundan söhbət gedir çünki. Yoldaşlar 14-cü suala baxırıq. Sual belədir. Miqyas 1 bölünsün 5 milyon olan xəritədə 40 dərəcəlik paralel üzərində 30 şərq və 55 şərq uzunluğu arasında məsafə 40 cm olarsa tərif hesablayın. Yoldaşlar 40 dərəcəlik paralel bizim əzbər bildiyimiz bir paraleldir ki, bu paraleldə real qövsün uzunluğu 40 şuman enliyində 1 dərəcəlik qövs 85,4 kilometrdir. Biz burada qrimlisimizi qoyduqda 30 şərq və 55 şərqə baxarıq. Əvvəlcə 30 şərq və 55 şərq. Hər iki şərq yarımkürəsindədir və aradakı dərəcəni tapmaq üçün əvvəlcə biz 55-dən müvafiq olaraq 30 çıxacaq. Çıxdığımız zaman cavab edir 25 dərəcə. Sonra bu 25 dərəcəni biz 85,4-ə vuraraq aralarında olan real məsafəni tapa bilərik. Yəni 25 vur 85,4 cavab edir 2135 kilometr. Davamında deyir ki 1 bölünsün 5 milyon miqyaslı. 5 sıfırı silsək kəmiyyət olaraq bizə qalır 50 kilometr. Yəni baş miqyasa görə 50 kilometri vuracaq. Xəritədəki məsafə 40-a. Bu da elədi yoldaşlar 2000 kilometr. Gördüyünüz kimi realda olan 2135 kilometr baş miqyasa görə 2000 kilometr təsvir olunur. Deməli təhrif nə qədərdir? 2135 çıxılsın 2000 kilometr. Doğru cavabımız yoldaşlar elədir 135 kilometr. Yəni C variantı 14-cü test tapşırığında. 15-ci suala gəlin birlikdə nəzər yetirək. 15-ci test tapşırığı sadə bir sual nömrəsidir. 45 şuman enlik və 120 şərq uzunluğu budur. Bu paralel üzrə yerləşən məntəqəmiz hesab olunur. Birinciyə uyğun gələn A. Deməli, ikincidə 15 cənub enliyi gördüyünüz kimi bu paraleldir. 15 şərq uzunluğu isə baxın təxminən bu meridian olacaq. Təbii ki, bu meridian üzərində yerləşən məntəqəmiz hansıdır? Olaraq baxın bura. D. D də oldu yoldaşlar. D. 1A, 2 və D. Doğru cavab Y variantımız hesab edildi. 15-ci sualda. 16-cı test tapşırığına bir yerdə nəzər yetiririk. Sadə bir test nümunəsidir. Mütləq hündürlük bildiyiniz kimi iki tür hündürlük fərqi var idi. Məntəqələrin öz arasında olan hündürlük fərqinə nisbi, məntəqələrin dəniz səviyyəsi olan hündürlüyə üçün məntəqənin mütləq hündürlüyü deyilir. Doğru cavabımız A olacaq. Qonşu horizontal arasında hündürlük fərqi kəsmə yüksəkliyidir. Dağın ətəyindən hesablanan hündürlük fərqi nisbi hündürlüyüdür. Quru ərazisində ən hündür və ən alçaq nöqtələrin hündürlük fərqi o da nisbi hündürlüyüdür. Günlük ən dərin nöqtəsindən hesablanan hündürlükləri isə təbii ki, bu okeanın dibindən hesablanmış hündürlük hesab olunacaq ki, buna da biz mütləq hündürlük deyə bilmərik. Biz mütləq okean səviyyəsi 0 metr qəbul eləmişik. 17. 17-də bu yoldaşlar doğru xüsusiyyətlərimi, xəritənin təsvir üsullarına aid xüsusiyyətlərə baxdıqda keyfiyyət fonu rəng sağarlarına görə təyin olunan bir üsul növüdür. Yəni, keyfiyyət fonunda verilənlərdən fiziki xəritədə ovalıqlar, yüksəklər, yaylalar, yaşıl, sarı və belə deyim də qəhvəyi rəng sağarlarının köməyi ilə verilirsə, bu keyfiyyət fonuna aiddir. Hər hansı bir ərazi kəmiyyət göstəricilərinə görə fərqləndirilir. Əlbəttə ki, bu keyfiyyətə aid deyil. Nöqtələr üsulu, bu üsul əhalinin yerləşməsi və sayını müəyyən etmək olar. Bəli, nöqtələrin ölçülərinə əsasən və ya böyüklüklərinə görə bu təyin olunur. Tematik xəritələrdə müxtəlif işarələr və xətlərlə göstərilib, işarələr üsuludur. Olmaz. Areal üsulu, xəritə yağıntı və günəşlə paylanması bu izoxətlər üsuluna verilir. Xəritələrdə göstərilən elementlərin yayılma sahəsində rənglənərək təsvir olunursa, bu doğru ifadədir. Cavab 1, 3, 6 variant oldu yoldaşlar. 17-də C bəndi. Növbəti test tapşırığına qeyd edirik. 18-ci suala baxaq yoldaşlar. 18-də bizə verilən nədən ibarətdir? Gördüyünüz kimi belki kənara doğrudur. Deməli, bu dağ relyef formasıdır. Və kəsmə yüksəkliyi 50 metrdir. 50 metrdirsə, bura 238-dir. 238-dən böyük. Kəsmə yüksəkliyi tam bölünə 250-dir.
Deməli, B-nin hündürlüyü oldu 250 və müvafiq olaraq biz aşağıya doğru düşsək, bura olacaq təbii ki 200, bura olacaq 150 və onun altı da olacaq 100 metr. Bizə burada cavablara diqqət etsək bir problem var. Nədir o problem? Halda bizə deyir ki, müvafiq olaraq A və B horizontallarının mütləq hündürlüyünü müvafiq edir. Birinci, yəni A-nı, sonra B-ni. A neçə oldu? A oldu yoldaşlar 100 metr. B neçə oldu yoldaşlar? Təbii ki, B də oldu 250 metr. Burada cavablara biz baxdıqda A-nın birinci yazıldığı cavab mövcud deyil. Lakin 18-də belə deyək də doğru cavab kimi A qəbul olunub. Lakin bunların yeri səhv verilib. 18'i 100 sonra 250 gəlməliydi. Ardıcıllıq bu formada olmalıydı. Bir balası problem. Növbəti suala baxırıq. Xəritədə eyni meridian üzərində olan A məntəqəsi 76 şimal, B məntəqəsi 16 cənubdur. Yoldaşlar, 76 şimal və 16 cənub enliklərini biz meridian üzrə baxsaq, 76 şimal enliyi və müvafiq olaraq 16 cənub enliyinə biz nəzər yetiririk. 16 cənub enliyi. Bildiyiniz kimi bu məntəqələr biri şimal, biri cənubdur deyə aradakı fərqi tapmaqdan ötəri 76-nın üzərinə müvafiq olaraq 12-ni, 16-nın üzrə istəm gəlirik. 76 üstə gəl 16 elədi yoldaşlar, 90 dərəcə. Meridian üzrə bu məsafə təbii ki, real olaraq 111 kilometrə 1 dərəcəlik meridian qoşusuna görə tapılır. Müvafiq olaraq 92 vur 111 cavab edir yoldaşlar 10.000 deməli 212 kilometr. Bu məsafə xəritədə bizə verilib 44,4 kilometr. Yəni miqyası bizdən soruşur. Müvafiq olaraq yoldaşlar xüsusi miqyas tapmaq üçün 10.212-ni də böləcəyik 44,4-ə. Bu da bərabər edir yoldaşlar. Baxaq. 44,4-ə böldükdə 230 kilometr. Yoldaşlar 230 kilometri də ədədi miqyas kimi yazası olsaq 230 yanına müvafiq olaraq 5 dənə 0 əlavə eləməliyik. Cavabımız olur 19-cu test tapşırığında A bəndi. Yoldaşlar 20-ci sual. Xətti miqyas əsasən xəritədə ölçüləri 72 sm kvadrat bataqlığın həqiqi sahəsini hesablayın kilometr kvadratla deyir. Bildiyimiz kimi həqiqi sahə düsturu bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kəmiyyətinin kvadratı. Biz miqyasın kəmiyyətini sıfıra qədər olan hissədə baxsaq, bu 3,5 kilometrə bərabərdir. Deməli biz nə edəcəyik? 72-ni vuracaq 3,5-in müvafiq olaraq kvadratına. Yoldaşlar, əlbəttə ki, buradan da biz cavabı tapacaq. 3,5 vurulsun 3,5, yəni kvadratını tapmaqla ötəri. 12,25, o da vurulsun 72-yə. Əlbəttə ki, cavabımız elədir. Deməli, 12,75 vurulsun 72. Bu da elədir, yoldaşlar. Bir də saniyə. 3,5 vur 3,5 vurulsun deməli 72. Cavabımız elədir 882 kilometr. Doğru variantımız D bəndi hesab olundu 20-ci sualda. Növbəti suala biz keçirik 21-ə. 21-də bizə nə deyir? Sadə bir test nümunəsidir. Azərbaycan Respublikasının 1 bölünsün 500.000. 1 bölünsün 500.000 bildiyimiz kimi orta miqyaslı xəritələrdir. Buna biz izmal topoqrafi deyirik. Sənaye xəritəsindən söhbət gedirsə, birinci məzmun soruşur. Əlbəttə ki, məzmun olaraq sadəcə sənayedən söhbət gedirsə, bu olacaq tematik. İkinci yoldaşlar bizə burada deyir ki, miqyasına görə biz dedik, bu olacaq orta miqyaslı və ərazi əhatə etməsinə görə yoldaşlar söhbət Azərbaycan Respublikasından gedirsə, bu olacaq ölkələr və onların hissələri. Düzgün cavabımız Y variantıdır 21-ci test tapşırığında. 22-ci suala gəlin birliyinə nəzər yetirək. 22-ci sual belədir. Sualda deyir ki, B şimal enli 20 xərq uzunluğundakı məntəqədən hərəkətə başlayan səyahətçi, deməli gəlin baxaq, bura haraymış, deməli 40 şimal enliyi müvafiq olaraq 20 nə uzunluğu şərq uzunluğu. Buradan hərəkətə başlayan səyahətçi 270 azimutlu məsafə, yəni qərbə doğru gedib, bu adam qərbə doğru hərəkət edib və deyib ki, 4270 kilometr. Biz 4270 kilometr dərəcəli çevirmək üçün 40 dərəcəlik paralelin 1 dərəcəlik ölçüsünün uzunluğu 85,4-də bölməliyik. Bu nədir? 50 dərəcə. Yoldaşlar, 20 şərq uzunluğundan biz müvafiq olaraq 50 dərəcə qərbə gediriksə, 20 çıxılsın 50. Bu eləyir yoldaşlar mənfi 30. Yəni nə deməkdir? Bilmişsən biz 30 dərəcə hara kesirik? Qərb uzunluğuna kesirik. Koordinatımız olur 40 şimal enli 30 qərb uzunluğu. Gördüyünüz kimi və
məntəqənin yerləşdiyi yarımkürələri müəyyən edin deyir. Yarımkürə olacaq şimalda 40 şimala görə və qərbdə 30 qərbə görə. Doğru cavabımız oldu 22-də A variantı. 23-cü sual yoldaşlar, gəlin nəzər yetirək. Sual belədir. Həqiqi sahə 4320 km kvadrat olan parkın sahəsinin miqyası 1 bölünsün 600 min olan xəritədə neçə santimetr kvadrat olar? Yoldaşlar, biz buradan gördüyümüz kimi 6 sıfırdan 5 sıfır silə bilərik. Qaldı 6 kilometr. Miqyasın kəmiyyətini bilirik. Xəritədəki həqiqi sahəni bilirik. Xəritədəki sahəni tapmaq üçün həqiqi sahəni bölməliyik miqyasın kəmiyyətinin nəyinə? Kvadratına təbii ki. Burada doğru cavab olacaq 4320 bölünsün 6'nın kvadratı, yəni 36'ya. Müvafiq olaraq olacaq 4020'ni biz 36'ya böldükdə cavab edir əlbəttə ki 120 santimetr. Doğru cavabımız oldu 120 santimetr. 24. Sistemdə verilmiş proyeksiyada tərtib olunmuş xəritədə hansı adaların ən az tərifə məruz qaldığı müəyyən edin. Gördüyünüz kimi bu proyeksiya silindir içərisinə külənin salınması ilə ekvator çevrəsinin toxunması və ekvator paraleli üzrə təriflərin sıfıra bərabər olması deməkdir. Ekvator xətti ilə yaxın olan adalar əsasən böyük son adaları Sumatra və Kalimantan adalarıdır. Madagaskar cənub tropiki, Kuba şimal tropikinə yaxındır. Yeni Zelandiya cənub mülayim iqlimli qurşağındadır. Doğru cavab oldu verilenlərdən 3 və 4, 24-cü test tapşırığında. 25-ci suala nəzər yetiririk. Sual belədir. Eyni ölçüdə olan kağızlarda tərtib olmuş xəritələrdə generalizasiyanın artma sırası. Bilirsiniz ki, ərazi böyüdükcə generalizasiya ümumiləşdirmə artır. Deməli, biz ərazinin böyüməsinə doğru sıralamalıyıq. Burada olacaq cavabımız Sumqayıt şəhəri 4, ardınca gələcək yoldaşlar Azərbaycan fizik xəritəsi 5, onun ardınca gələcək təbii ki Qaradəniz 3, ardınca Avropa qitəsi 2 və son olaraq dünya siyasi xəritəsi 1. Yəni düzgün cavabımız oldu 4, 5, 3, 2, 1. 26-cı test tapşırığı, bu da sadə bir test nümunəsidir. Verilən əlamətlərə uyğun gələn şərt işarələri müəyyən edilir. Müəyyən sahəyə malik ərazilər təsvir edilir. Konturlu şərt işarələr adlanır. Göllər, meşələr bu üsulla təsvir edilir. Deməli, bu konturlu ya da sahəvi şərt işarələridir. Və ya biz buna miqyaslı da deyə bilərik. Yəni, miqyaslı əsasən sahələr, en və uzunluqlar hesablana bilir. Bu məktəb bildiyiniz kimi miqyassızdır. Şose yolu və elektrik xətti xəttidir. Sayılar xəttidir. Ona görə olmaz. Cavab 2 üzüm bağları, 5 meyvə bağları və 6 müvafiq olaraq çolluqlar. Düzgün cavabımız oldu yoldaşlar 2, 5 və 6, 26-cı sualda. Növbəti testimizə diqqət edirik yoldaşlar. Testimiz belədir. Uyğunluğu müəyyən edin. Sırf kitab cümlələri əsasən tərtib olmuş bir tapşırıqdır. Kartografik proyeksiyaların xüsusiyyətləri soruşur. Yoldaşlar, bərabər bucaqlı ilə bağlı biz deyə bilərik ki, İstiqamət və bucaqlar demək olar ki, təhrif edilmir və buna görə də dəniz nəqliyyatı və aviasiyada istifadə olunur. Yəni, birə B və Y. Bərabər sahəli ilə bağlı biz deyə bilərik ki, materik və okeanların sahələrini hesablamaq üçün ən əlverişlisi budur. Çünki sahə tərifi ortadan qalxır və ixtiyariyə biz deyərik ki, A və bucaq tərifləri az təriflə verilir, A və uzunluq forma tam tərif olunur, D. Düzgün cavabımız oldu yoldaşlar. 1-ə B, Y, C, 3-ə A və D. Növbəti suala baxırıq. Sualımız belədir. Yoldaşlar, xəritələrdə situasiyası oldu. Xəritələrdə kartoqrafik proyeksiyaların vasitəsilə tərtib olunur. Bu zaman yerin kürə səthi müstəvi üzərinə köçürüldüyündən xəritələrdə təriflər əmələ gəlir. Lakin xəritələrdə təriflərin olmadığı xətt və ya nöqtə olur ki, onlara da sıfır təriflər xətti və ya nöqtəsi deyil. Bildiyimiz kimi kartoqrafik proyeksiyası istihad növü var idi. Daha 4 növü. Silindirik, konus, azimutal və çox üzlü. A proyeksiyasında bu xətt deyir ki, ən uzun paraleldir. Ən uzun paralel haradır? Əlbəttə ki, ekvator. Yoldaşlar, ekvator toxunur əlbəttə ki, silindrikdə. Deməli, A proyeksiyası hesab olundu. Silindrik proyeksiya. Silindrik. Yoldaşlar, qütb ətrafı və mülayim enliklər. B proyeksiyası isə 60 dərəcə və ona yaxın olan paralellərdir. Bu da təbii ki, qütb ətrafı və mülayim enliklərə düşən hesab olunacaq təbii ki, B konus proyeksiyası. Konus proyeksiyası. İndi gəlin xüsusiyyətlərə baxaq. Sual belədir. Mətnə əsasən A və B proyeksiyalarını müəyyən edib yazın. A silindrik konus proyeksiyası yazdıq. A və B proyeksiyasının meridian və paralellərin nə cür təsvir olduğunu müəyyən edin. A proyeksiyası bildiyiniz kimi oldu silindrik. Burada baxın, xəritə təxminən bu formada olur. Yəni, paralel və meridianlar düz bucaq altında kəsişir. Düz bucaq altında
kəsişir. Yoldaşlar, bir proyeksiyası, yəni söhbət gedir konusdan. Konusda təxminən baxın bu vəziyyət meydana gəlir. Gördüyünüz kimi meridian bir nöqtədən çıxan düz xətt kimi verilir. Düz xətt. Amma paralellər isə qövsvari formada verilir. Qövsvari. Bu 29-cu test tapşırığının cavabı hesab olundu. Qaldı sonuncu. Mətnə əsasən cədvəli tamamlayın deyir. A proyeksiyasında tərtib olunan xəritələrdə ən az təriflə təsvir edilən materik ekvator xəttində daha geniş sahə tutan Afrika materiki. Buna biz Cənubi Amerikanın ekvatorla kəsişən hissəsində deyə bilərik. A proyeksiyasında tərtib olunan xəritələrdə ən çox təhriflə təsvir edilən ərazilər, əlbəttə ki, biz buna deyəcəyik qütb ətrafı, Arktika və Antarktika bölgəsi. B proyeksiyası konusunda tərtib olunan xəritələrdə ən az təriflə təsvir edilən materiklər 60 dərəcəlik paralellə kəsişir, əlbəttə Şimali Amerika materiki və bir də Avrasiya müvafiq olaraq materiki. Yoldaşlar, bu sınavımızın sınavları hesab olundu. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti sınavların izahını inşallah sizlə paylaşacağız. Sağ olun yoldaşlar.